Salam dostlar, mən Miko. Dostlar, bugün sizlərlə bir yerdə təzə sərvənə başlayıram. Təzə Minecraft Survival dünyamı açıram və təzədən sıfırdan təzə bir sərvənə başlayıram. 1.21.8 Survival dünyası deyə bir dənə dünya açdım. Seed yazdım. Niyə görə bura seed yazmışam? Çünki bir dənə seed tapmışam dostlar. Onu göstərəcəm sizə, amma seedi göstərməyəcəm. Dünyanı göstərəcəm, amma seedi göstərməyəcəm. Çünki CD ya ikinci bölümdə ya da üçüncü bölümdə yaxşı baxış gəlsə CD göstərəcəm dostlar. Burada CD yazmışam, amma sizə göstərməyəcəm. Dünyanı indi açayı sizə göstərdim, amma əvvəlcə burada mənim çəkdiyim şəkildə var. Bunu görürsünüz dostlar. Dünya belə dünyadır. 4 tərəfi ada ilə çevrilidir. Ortada 2 dənəmi, 3 dənəmi, 4 dənəmi, nə qədər köy deyirsiniz, o qədər köy var dostlar. Çox qəşəng dünyadır. İndi dünyanı açay dostlar. Burada indi sərvəni davam etdirməyə çalışacağım. Belə bir dənə seed tapmışam. Burada oynayacağım. Gördüyünüz kimi dünya açılan kimi elə köyün yanında başlayır dostlar. Bir dəqiqə. Hə. Elə köyün yanında başlayır dostlar. Köydə 2 dənəmi, 3 dənəmi, 4 dənəmi nə qədər köy var heç bilmirəm. Gördüyünüz kimi belə açıqdır dənizin içində. 4 tərəfi bütün çevrilirdi adalarından sizə şəkildə göstərdim. 2 dənəmi, 3 dənəmi nə qədər köy var heç bilmirəm. Burada dəmirci yerlər varmış. Bunları bilmirdim məsələn. Heç bir şeye baxmamışam. Sadəcə bir dənə bu Oh my god! Wow! CD olduğun. Oha. Sadəcə bu CD-nin olduğunu bilirəm. Başqa heç nə bilmirəm haqqında. Amma bulut qəşəng çıxdı burada. Qəşəng loot çıxdı. Başqa dəmirci yerləri də olar da, 100% olar. Amma seed çox qəşəng seeddir. Dünyanı sınırsız dəmir kimi seedlər bura. Sınırsız dəmir əldə edirsən şeylərdən. Dəmir golemlərdən. İnci 4 dənə köy yan yana. Dəmir golemləri öldürürsən təzədən bunlar doğulurlar. Öldürürsən təzədən doğulurlar. Sınırsız dəmir kimi yerdir. Gedək indi içəriyə tərəf. Mən əvvələ baxmaq istəyirəm ki, bu dəmirci yerindən başqa var ya yox. Məncə mütləq olar, çünki 2-3 dənə köy var burada, çoxdur köylər. Bu obursa istəyə qədər köylər gedir, birləşir dostlar. Gördüyünüz kimi çox əla seeddir bura. İndi mən evimi ora qurmayı fikirləşirəm dostlar. Baxın. Ora quracam dostlar. Gördüyünüz o hissəyə orada madənə giriş var orada. O hissəyə. Ora belə ev quracam. Aşağıya tərəf körpü ilə evi uzatacam. Yəni körpü ilə evi aşağıya bitişdirəcəm. Belə olacaq. Dəmirci yeridir bu. Yox, dəmirci yeri deyil. Başqa yoxdur dəmirci yeri. Ola bilməz bir dənə olsun. O burası 3-cü köy, yəni 3-cü köy oradadır. Ya harda mənim başım qarışdı, bilmədim heç oradan gəldim. Hədə elə mən oradan gəlmişəm də. 2 dənə köydü onda deməli. Bir dənə bu köydü, bir dənə də bunu. Amma mən bir yerdə 3-cü köydə görmüşdüm. Nəysə. Sandıqdan elmas çıxdı. Birinci bölümdən elmas. Birinci bölümdən elmas çıxdı. Bura baxmışdıq da. Hə. İndi mən alətlərimi eləyim dostlar. Bir dənə kasılım qəşəng. Gəldim dostlar. Klassik başlanğıc hər şeyi eləyim. Gəlin dostlar.
Başqa bir dənə də gedim orada qoləmi də öldürüm, bir dənə də dəmir çapa, sonra rahatlıqla bütün samanları buradan yığay. Başqa işimiz olsa qalmır. Bir dənə də yataq götürək. Elə bir dənə yataq götürüm buradan. Hə, su. Ben qoləmi öldürüm, bütün samanları yığım, sonra başqa işimiz qalmır. Elə bir dəfəli gedirik ora. Orada qəşəng ev tikmək istəyirəm. Oha! Nətər vurdu o? Bilmədən çox dibinə girib vurdum, az qalsın ölürdüm ha. Nətər vurdu, 2 canım qaldı. Nə var yemək? Nətər vurdusa 2 canım qaldı. Oha da. O nə idi sən Allah? Vura bilir deyəsən buradan. Hə, az qalsın gedirdik. Can qaldı. Bilmədən fikrim özümdə olmadı. Bilmədən vurdum. Düz dibində bir dənə qoyta yapışdım göyə. Görək nə qədər çıxdı. 3 dənə çıxdı. Bir dənə də dəmir çapa. Oo, burada doğulu deyə şeylər. Burada bir söz nə qədər saman valyası var. Orada samanlar çoxdur. Ona görə bir 12 alay. Qutardı deyəsən. Burada bir dənə qalıb. Buranın qapısı hardan deyə? Buranın qapısı içərdən deyə. Onda biz də buradan girərik. O içərdə var, çox içərdə. Bunlardır. Kaçın da. Başqa yoxdur deyəsən, başqa qutardı deyəsən. İçərdə qalıb, yox içərdə qalıb dostlar. Az qaldı. Çox qalmadı deyəsən, elə budur. İlərdə 5 qız gəlsin bura. Yatay dostlar, axşam oldu. O ev niyə elədi? Soruşmaq olmasın, bu ev nətər bir bulağın üstündə qalır? Bu boyda ev nətər bu yəni torpağın üstündə qalır? Dostlar, bunlarla da bəsli çox oldu. Mən bilmirəm heç qaldı ya yox, bu qədər bəsim deyə çox oldu. Buna baxım, nə 2 istəyə artı 21-dən saman valyası. Kim bu qədər bir arada saman valyası görüb? Bu qədər saman valyasını bir arada. Bir dənə də yataq götürək. Ev üçün 2 dənə qoşa yataq düzəldirik o. Evlərdə olur. Əmin keçə bilim, bu niyə keçmir bu? Bir dəfəlik gedəyin ora. Ondan qabaq yenə təklə. Getdi. Bu çox şey deyil, bu nədə ev var da? Nədə ev var da? Bu çəkməyə deyil, başqa şeyə deyil. Göstərəcəm niyə? Çünki mənim ağımdakı ev düz bura uyur. Ağımda bir dənə qəşəng ev var, baxın. Düz orta xəttə baxın. Görün nə qəşəngdir. Əvvəl buranı fikirləşirdim. Buranı eləməyə fikirləşirdim. Amma buran mağaradır deyəsən. Uzaqdan mağaraya oxşayır. Baxın belə. Yox, mağara deyil. Elə də bir şey yoxdur burada. Bunları örtmək və yaxud da işıqlandırmaq olar. Baxın, düz bu istədiyim hissə, baxın elə bir mən üçün ayarlanıb bura. 3 buzaq şəklində. Belə, düz bu hissə. Nə, yuxarı çıxay elə baxay. Deməli arxada madən zad bir şey zad. Yox, bu nədir? Odur niyə orada bir dənədir? Stofur, nəsə qəribə şeylər olur. Görəsən elə bu sitdə başqa şeylər var dostlar. Özdə mən heç bir şeyə baxmamışam dostlar. Haqqında bir bilgim zad yoxdur yəni. Təkcə o köyün orada olduğunu bilirəm. Başqa bir şey bilmirəm də yəni. Buralar boş imiş ya, buralar boşdur. Bunu öğrendik.
Buralar tamam boştu, buralar bütün boştu. Yavaş yavaş gedək. Bura hara edir? Bura aşağı düşür, elə bir dəfəlik qoyaq bunu düşər aşağı. Gedək bura. Qəşəng ağlımda fikir var ev üçün. Əvvəla nə edəcəm? Əvvəla elə bir düz bura hazırlanım. Düz bura yığıram şeylərimi, sandıqlar var 3 dənə. Nə var nə yox üstümdə boşaldım bura. İlk bölümdən elmas da aldık. Əla oldu, elmas çıxdı ilk bölümdən. Bu əla oldu. Heç mənim fırınlara da ehtiyacım yoxdur. Çünki 2 istəyad 21 dənə saman balyası var. Nə edirəm mən o fırınları? Görək canlı 21 dənə çevirdim. Görək bundan nə qədər çörək çıxacaq. Oo, elə bundan elə 63 dənə çörək çıxdı. Oha. 21 dənə 63 dənə çörək çıxırsa 21 dənə bunun 3 qatıdır. Burada hardasa 6 istə çörək var burada. 2 istə saman balyasından 6 istə çörək çıxırmış. Onu öyrəndim. Aha, indi nə edəcəyik? İndi mənə dəhşət odun lazımdır. Buralarda düz odun var, düz yerdə. Yaxşı oldu. Orada nəsə gördüm elə bilməm. Yox. Hə, indi biraz odun qətliam eləyək. Bir neçə dəqiqə sonra. Ha dostlar, bir istə 40 dənə hazırdır. Bir istə 40 dənə şey elədim. Qırdım odun. Bunlarla qəşəng bir dənə ora istədiyim kimi bir dizaynda ev həll eləyə bilərəm. Aha, zombiyə bax. Ev həll eləyə bilərəm, amma evim nətər olacaq onu bilmirəm də, nətər eləyim onu. Onu nətər eləyə bilərəm. Buraları biraz genişləndirə bilərəm. Buraları aça bilərəm içəriyə tərəf. Ağlımda qəşəng fikir var. Nəsə çıxdı elə bir zombidən. Heç nə çıxmadı. Çürümüş ətsat da çıxmadı zombidən. Nəysə. İndi nə edəcəyik? Mənə bir 20, yox 30 dənə odun ayırım bir. Əvvəla materialləri hazırlayayım. 10 dənəsini çevir taxtaya. Hətta bu 4 dənə, bir 10 dənə də çevirim. Lazım olur. Bir 10 dənə də çevirdim. Ayrı mən bu odunlardan nə edə bilərdim? Hə, deyim meşə odunu var. Bundan bir 5 dənəsini çevirim. Yox, 5 dənəsindən çox olacaq. Deyil, 3 dənəsini çevirim. 9 dənə gəldi. Elə hazır əlimdəymişkən bir dənə də çevirək. 12 dənə. Əla. 26, bunu 30 eləyək. Belə. Başqa nə eləyə bilərik? Bunlardan meşə mərdivən. 5 dənədən nə qədər gəldi? 20 dənə bəs eləyər. Bunlardan nə qədər gəlir? 5 dənədən 6 dənə elədim. Nə ilə 36 dənə? 2 dənə də eləyək. 48. Bunlar yəqin ki bəs eləyər. Bəs eləyər yəqin ki. Başqa nə idi? Başqa nə lazım idi? Bunu götürək. Sonra bunu götürək. Belə bir dənə belə düyməyə çevir. Evet, da bir dənə də düymə lazım olacaq. Elə. Mən niyə bu qədər çubuq elədim? 6 dənə bəs eləməz. 3 dənə də eləyək. Mən niyə bu qədər çox çubuq elədim bilmirəm, amma 15 dənə. Yəni çubuq atay, bunlar qalsın. Bunlar bəs eləyər, bəli. Satar məncə. 100% satar bunlar. Mən oranı şəkilləndirməliyəm. O görə mənə torpaq, 11 dənə torpaq. Kürək lazımdır, bir də qazma lazımdır. Hər şey tamamdır. İndi axşam olur, gün hardan batır?
Gün oradan batır hə. Onu nətər eləyə bilərik? Yox, biz gün batışını görənməyəcək. Ağımdakı fikirlərdən biri də pəncərədən gün batışını görmək idi. Dedim yəqin buralardan zaten batır, amma pis oldu oradan batmağı. Buradan batsaydı gün əla olardı. Oradan bir dənə pəncərə qoyurdum düz gün batışına doğru. Buradan ay çıxır hə. Gün ancaq buradan çıxır. Hə, gün buradan çıxır, onda buradan batır. Hə, ay çıxırsa buradan deməli gün də altdan fırlanır, buradan çıxır. Gün də buradan çıxırsa deməli oradan da batır. Hə, bunu öyrəndim. Hə. Bu da nədir deyə soruşsan olsa, yəni bilirsiniz də, yəni çoxuz bilər. Resume recording bir də start recording. Bu reply moddur dostlar. Bunun haqqında videoda seçdim. Nətər yükləyirlər video seçdim. İndi bu ildə eləyəndə o reply modu açacağam. Sizə daha geniş şəkildə göstərəcəm bu ildimi. O reply modu açacağam, göstərəcəm. Bunun haqqında videoda paylaşdım. Necə indirirlər, necə qurulur Minecraftda. O videoya da baxmamısınızsa, gördüyünüz kimi bu şəkildədir. Bu kanalda mövcuddur video. Baxa bilərsiniz. Bəli, indi bizə nə lazımdır? Bizə biraz torpaq lazımdır. Oraları pozmaq istəmirəm, buralardan yığacam biraz. Bir neçə dəqiqə sonra. Dostlar, belə bir şey elədim. İndi buranı örtəcəm, burayla birləşdirəcəm. Unutmuramcı, mən torpaq lazımdır mənə. Bir neçə dəqiqə sonra. Dostlar, kürək qırıldı. Kürəyim qırıldı deyə bu qədər yığa bildim. Amma bu bəs eləyər də yəqin ki 64 dənə. Düzdür, buranı belə buraxmayacam, düzəldəcəm, amma belə bəs eləməyəcək, amma dedim də indi bunu belə eləyəcək. Nəfər qalar. Buradan su zat da yoxdur hə orada. Suya tullana bilərəm. Tullanamadım. Nəysə yatay. Buranı görmədiniz elə bir ki. Bu hissəni görənmədiniz. Görmədiniz buranı. Mən buranı kəsdim. Əşyalarım düşmədi ki buraya. Nəysə. Siz buranı görmədiniz. Elə buranı sırayla düzürəm. Olduğu kimi bəzi şeylər yoxdur amma. Aha, yenə bəzi şeylər yoxdur. Dostlar, nə qədər axtardım, bilməm, nətər itibad oldusa yox deyə dostlar, elə bunlar var ancaq. Bu yadma gəlir belə idi, yəni bölünüydü 2 dənə idi. Bir də burada taxta olmalıdır. Amma o taxta yoxdur. Yoxa çıxdı əməli başlı, mən görənmirəm valla. Əməli başlı bildiyin yoxa çıxdı da, yox taxta. Bəlkə ağacın üstündə də deyirəm. Ağacın üstündə də deyil. Nəysə, neynə bir dənə taxtdır da. Neynəyəcəyik biz? Sonra hazırdır. Bir dənə böyrün düzəlməyə qaldı. Burada 45 dənə torpaq var. Bu torpaqlarla görməli düzəldə bildim oranı. Siz görsənərik. Belə elədim dostlar. Aslında biraz yaxşı oldu. Belə bir şey eləyə bildim. Özümlə düşüm aşağı. Çox hasar da almaq istəyirəm. Belə bir şey oldu. İndi oranı yaxşı düzəldəcəm, oralara götürəcəm. Belə elə bir ki ortadır bura. Buranın ortanı belə kvadrat şəkildə buranı qazacam, daş dolduracam ora. Qırıq daş.
Onu da hazırlayayım. Buralar böyürler torpaq olacaq ya. Bu daşları buradan götürürəm, bura torpaq qoyacağım. Böyürlər tamam torpaq olacaq. Belə dostlar, bura torpaq dolduracağım. Üstündə yox da. Neyini? Buraları da belə açım. Bəlkə buradan belə ya bir dənə ikinci yol olar bəlkə. Ya da bir dənə balkon və yaxud da başqa şey yatanda məsələn günəşin batışını buradan görmək olur axı düz. Günəş oradan batır axı. Yox, günəş oradan batır, sadəcə buradan çıxır. Və yaxud da ya ayın çıxmağını görə bilərik, ya da günəşin çıxmağını görə bilərik. Batışını görə bilmirik. Təəssüf ki, yəni pis oldu biraz, orada da şey olur. O tərəfdən batırdı elə bir şey, arxadan. Arxa hissəyə düşdüyü üçün oradan görə bilmirik. Belə buranı elədim. İndi mən bir dənə kürə düzəldim özümə. Dostlar, mən bir dənə buranı yaxşılaşdırım, yaxşı bir dənə hala gətirim. Tamam, elə bir şey odunları qoyub bu ildə eləmək halına gətirim. Gəlirəm dostlar. Özdə bunu replayda da olaraq göstərəcəm sizə. Replay açıram. Görüm nə tər olacaq. Mənim də ilk yoxlayışımda. Heç yoxlamamışam replayı. Bir neçə dəqiqə sonra. Dostlar, indi bura bizim içəriyə giriş hissəmiz olacaq. Böyürdən odun gələcək. İndi göstərəcəm sizə bu ildir. Əvvəldə bunun düz ortasından belə qapı yeri açırıq. Bir qapı eləyəcəm dostlar. Çünki belə dağ üstü evlərdə bir qapı olmağı, yəni belə odundan olan bu ildə evlərdə dağ üstündə də yəni bir qapılı olmaq qəşəng görsənir. Bir qapılı olanda ev çox qəşəng görsənir. Onsuz da buranın için qazacam. Niyə belə eləyirəm ki? Hə, onsuz da buranı qazacam. Belə qalsın əvvəla. Gördüyünüz kimi belə. İndi elə mənim üstümdə də əşyalar. Dedim bu ildə başlayayım. İndi dostlar, bunları atıram yuxarı. Yavaş-yavaş bu ildə başlaya bilərik. Amma əvvəlcə bunları belə çevirməliyəm. Onlar itdi yenə. Onlardan da var idi bizdə. Bunlardan belə. Amma itdi. Neynə, o ev yoxdur, boş şeydir. Yavaş-yavaş dostlar, indi bu ildə başlaya bilərik. Başlayaq. Replayda da göstərəcəm dostlar. Bir neçə dəqiqə sonra. Aha dostlar, bu ildimiz qutardı. Bu ildimiz belə oldu dostlar. Gördüyünüz kimi belə oldu. Oradan körpü elədim belə. Yəni qısası mən bəyəndim, çox qəşəng oldu. Yəni ağlımdan elədim, istədim əvvəl yəni YouTube'dan baxım, amma sonradan dedim özüm eləyim, həm daha maraqlı olar. Həm də mən özüm eləyəndə çox vaxt yaxşı olur, çünki tez-tez blokları qırıram, qoyuram, dəyişdirirəm ki, baxıram ki, bu necə yaraşır, o necə yaraşır. YouTube'dakiler elə olmuraq. Düz YouTube'dakiler də qəşəng olur, amma mən özüm eləyəndə böyle qoyuram deyə ortaya qəribə bir şey çıxarıram, qəşəng görsənir.
Sevgili dostlar, mən xoşladım, həqiqətən qəşəng oldu. Zombi səsi gəlir, yəqin aşağıdan gəlir. Belə dostlar, reply ilə də bunu kayd elədim. Sizə qəşəng bir dənə film kimi, film tarzında belə qəşəng bir dənə görüntü qazandıracağam. İzləyəsiniz. Bu ildimə də, zövqümə də, bu il zövqümə də, qurduğum bu ildə də şəhərlərdə 10 üzərindən puan verirsiniz. Sevinərəm. Və dostlar, bu qədər idi. Bu bölümü bağlamaq istəyirəm burada. Bir dənə dəmir qazmanı fəda elədik, yəni bu ildə. Amma dəydi, həqiqətən qəşəng oldu. Gələn bölümdə içərisini zaten düzəldərik, bu əşyaları zaten içəriyə apararıq. Seed də çox xoşuma gəldi dostlar. Seed çox qəşəngdir. Seedi ya ikinci bölümdə verərəm, ya da üçüncü bölümdə verərəm dostlar, onu dəqiq bilmirəm. Bu ildim də qutardı. Videom bu qədər idi dostlar, axşam da olur. Sağ olun, salamat qalın. Ümid edirəm video xoşunuza gəldi. Təzə seriyə belə başladım. Ümid edirəm ki bu seri də sizin dəstəyinizlə çoxalacaq. Sağ olun, salamat qalın. Mən qaçdım.